Qoç bürcü. Heç yerə tələsməyin. Vəziyyəti tez və ağıllı şəkildə qiymətləndirmək, düzgün qərar qəbul etmək və lazımi nəticələr çıxarmaq həmişə mümkün olmayacaq. Buna görə də hər şeyi anlamaq üçün özünüzə vaxt verin, o zaman planlaşdırılan işlərin öhdəsindən gələ və başqaları ilə fikir ayrılıqlarından qaça biləcəksiniz. Yeni başlanğıclar üçün ən yaxşı gün deyil, ancaq rutin işlərin öhdəsindən mükəmməl gələcəksiniz. Xüsusilə günün ikinci yarısında gələcəklə bağlı planlar qurmaq yaxşı olacaq. Müsbət əhval-ruhiyyədə olacaqsınız, eyni zamanda öz imkanlarınızı çox qiymətləndirə bilməyəcəksiniz. Yaşlı qohumları ziyarət etmək üçün əlverişli vaxt, onlarla ünsiyyət gözlənilmədən sizin üçün faydalı olacaq və maraqlı fikirlərə təkan verəcəkdir. Nənənin müdrikliyi internetdən gələn hər hansı bir məsləhətdən daha dəyərli olacaq, xüsusən də sizi təqib edən sirli insana gəldikdə. Qonşularla bağlı hekayələr arasında o, qəfildən elə bir mirvari versə, çənənin aşağı düşməsinə təəccüblənməyin. Qəlbiniz sonsuz şübhələri ilə həqiqəti başınızdan daha yaxşı bilir. Axşama yaxın münasibətlərdəki duman təmizlənəcək və həqiqətən kiminlə yalnız həftə sonu üçün planlar deyil, daha ciddi bir şey etmək istədiyinizi aydın başa düşəcəksiniz. Sabahki naharın müzakirəsinin rəvan bir şəkildə birgə gələcək haqqında söhbətə çevrildiyi an, budur, ən gözəl saatınız. Buğa bürcü. Bir şey planlaşdırıldığı kimi getməzsə, limonadın limondan hazırlana biləcəyini unutmayın. Ailə üzvləri işlərinizə qarışmağa çalışacaq və bu, şübhəsiz ki, sizi qıcıqlandıracaq. Amma əsəbləşməyin, onların enerjisini düzgün istiqamətə yönəltmək daha yaxşıdır. Onda daha maraqlı fəaliyyətlərə vaxt ayıra biləcəksiniz. Bir çox buğalar gələcəkdə onlara faydalı olacaq və karyeralarında böyümələrinə kömək edəcək bir şey öyrənə biləcəklər. Günün ikinci yarısında intuisiyanız kəskinləşəcək, ona görə də məntiqin aciz olduğu yerdə belə düzgün qərar qəbul edə biləcəksiniz. Bəzi köhnə tanışlar sizə özlərini xatırladacaq və yalnız onlarla ünsiyyəti yeniləmək istəmədiyinizi seçməlisiniz. Keçmişdən gələn bir insanın qəfil peyda olması sizi təəccübləndirə bilər, amma qapını onun üzünə çırpmağa tələsməyin. Bəlkə də Tale sizə ikinci şans vermək qərarına gəlib. Sizin intuisiyanız metal detektor kimi işləyəcək. O, bunun layiqli tapıntı və ya başqa bir zibil parçası olduğunu dərhal müəyyən edəcək. Əgər içərinizdə isti bir şey bir döyüntü atladısa, vəziyyət gülünc görünsə belə bu siqnalı laqeyd yanaşmayın. Bəzən ən gözlənilməz gəlirlər ən yaxşı qərarlar olur. Əsas odur ki, həddindən artıq qürur hissi yaratmayın və hisslərə senzura olmadan danışmaq imkanı verməyin. Əkizlər bürcü. Qarşınızda çoxlu yaxşı imkanlar açılacaq. Əksər əkizlər balanslı və pozitiv olacaqlar, buna görə də istənilən işin öhdəsindən çətinlik çəkmədən gələcəklər. Kiçik uğursuzluqlar sizi yoldan çıxara bilməyəcək. Əvvəllər münaqişə yaşadığınız və peşman olduğunuz insanlarla münasibətlərinizi yaxşılaşdırmaq şansı olacaq. Ev işlərinə xüsusi diqqət yetirməli olacaqsınız, lakin bu çox yorucu olmayacaq. Bundan əlavə, ailə üzvləri əlavə müraciət etmədən də köməyinizə gələcəklər. Axşam çölə çıxmaq aktiv ünsiyyət və yeni tanışlıqlar üçün münasibdir. Ola bilsin ki, siz nüfuzlu havadarlar və faydalı əlaqələr əldə edə biləcəksiniz. Bir vaxtlar böyük mübahisə etdiyiniz biri ilə barışmaq günün sürprizi ola bilər, həm də xoşdur. Bir yöndəmsiz an günəşdə dondurma kimi əriyəcək, yerini səmimi gülüşə verəcək və şikayətlərə vaxt itirməyin nə qədər axmaqlıq olduğunu başa düşəcək. Bu, münasibətlərin yeni səviyyəsi üçün əla başlanğıc olacaq. Axşam saatlarında ulduzlar sizin üçün ilk dəqiqələrdən köhnə dostla görüş kimi hiss olunan tanışlıq şəklində bonus hazırlayıblar. Təhlil etməyin, sadəcə ani anlayışın bu nadir sehrindən həzz alın. Xərçəng bürcü. Hər şeyi özünüzə götürməyin. Öz başınıza görəcəyiniz çox şey olacaq. Bir çox xərçəng yaxınlarının köməyinə ehtiyac duyacaq, lakin başqalarının kömək təklif etmələrini gözləməyin. Optimist münasibət bəzi kiçik uğursuzluqlara göz yummağa imkan verəcək. Uzun müddətdir həll etməyə cəsarət etmədiyiniz problemləri həll etmək imkanınız olacaq. Gün uzun müddətdir sizi narahat edən məsələlərin müzakirəsi üçün münasibdir. Söhbət həmişə asan olmayacaq, amma nəticədə bütün şübhələri aradan qaldıracaq, bir kompromis tapacaq və qeyri-müəyyənlikdən narahat olmağı dayandıracaqsınız. Mən yaxşıyam maskasını çıxarmaq və sevdiyiniz insana ürəyinizi nəyin kemirdiyini səmimi şəkildə söyləmək üçün ideal gündür. Səmimiliyiniz təkcə problemlərin həlli üçün deyil, həm də bir-birinizi daha dərindən başa düşmək üçün əsas olacaq.
Tərəfdaşınız etimadı yüksək qiymətləndirəcək və bəlkə də vacib bir şeyi bölüşməyə qərar verəcəkdir. Uzun müddətdir davam edən problemi birlikdə həll etmək birlik hissini geri qaytaracaq və ilk növbədə niyə birlikdə olduğunuzu xatırladacaq. Özünüzü bağlamayın və sevdiklərinizlə dürüst olun. Ümumi məsələlərin həlli əlaqələrinizin yeni səviyyəyə çatmasına kömək edəcək. Komanda yenidən bir araya gəldi və bu əladır. Şir bürcü. İstənilən problemin öhdəsindən oynaq olacaqsınız. Asanlıq və emosional yüksəliş səhərdən etibarən əksər şirləri müşayiət edəcək. Heç vaxt qarşılaşmadığınız məsələləri həll etmək fürsətiniz olacaq. Ev işlərinə diqqət etməli olacaqsınız və bu təəccüblü müsbət nəticə verəcək. Ətrafınızda gözəllik və rahatlıq yaratmaq üçün əlverişli gün və yaradıcılıq qabiliyyətləriniz bu işdə çox kömək edəcək. Əvvəllər razılığa gəlmək sizin üçün çətin olsa belə, digər insanları başa düşmək asan olacaq. Vaxtilə mübahisə etdiyiniz insanlarla barışa biləcəksiniz. Qaçırmayacağınız maraqlı perspektivlər açıla bilər. Bu həm şəxsi həyatınıza, həm də iş işlərinə aiddir. Yeni xoş bir tanışlıq daha çox şeyə işarə edirsə, gülməyin və hər şeyi zarafatya çevirməyin, sanki qaynananız haqqında bir zarafat eşitmisiniz. Bugün hər şeyin tamamilə fərqli olacağı bir insan görünə bilər, adi müvəqqəti hobbilər kimi deyil, daha dərin və daha ciddi. Bu an nadir quş kimidir, gözlənilmədən içəri uçur, qısa müddətə yaxınlıqda oturur, fikir verməsəniz əbədi olaraq uçur. Tavana baxarkən və ya telefonunuzun lentini vərəqləyərkən bu şansı qaçırmayın. Bu, sadəcə biri ola bilər, amma nə qədər önəmlidir, sonradan xatırladığınız və əgər deyə düşündüyünüzdən biri. Bütün ömrünü nə baş verə biləcəyini təxmin etməklə keçirməkdənsə risk edib səhv etmək daha yaxşıdır. Qız bürcü. Gün çoxlu yaxşı fürsətlər gətirəcək, ən əsası onlardan yararlanmaqdır. Bir çox qız bürcü qeyri-adi mehriban olacaq, asanlıqla başqalarına qalib gələ və hər kəslə ortaq dil tapa biləcək. Qırılan əlaqələri bərpa etmək üçün əlverişli zamandır, lakin siz təşəbbüsü ələ almalı və ilk addımı atmalı olacaqsınız. Sizin üçün çox çətin görünən işlərin öhdəsindən gələ biləcəksiniz. Dəstək gözləmədiyiniz insanlar köməyinizə gələcək. Yaxınlarınızdan ehtiyacı olanlara kömək etmək imkanı yaranacaq. Bu, münasibətlərinizə çox faydalı təsir göstərəcək. Axşam adətən vaxtınız olmayan xoş fəaliyyətlər üçün münasib olacaq. Nəhayət, aylarla bir gün siyahınızda olan bir işə vaxt ayıracaqsınız və birdən bunu tək başına etmək istəmədiyinizi anlayacaqsınız. Yaxınlarınızdan biri əvvəlcədən müzakirə etmədən və planlaşdırmadan, kortəbii şəkildə səsləndirsəniz belə fikrinizi həvəslə qəbul edəcək. Bəzən ən yaxşı anlar belə kortəbii qərarlardan gəlir. Bu, sadəcə vaxt və ya görüləcək işlər siyahısındakı işarəni öldürmək üçün bir yol olmayacaq, ancaq gündəlik təlaşda hardasa itirilən o istiliyin aranızda yenidən alovlanacağı əsl yaxınlıq anı olacaq. Məcbur olduğunuz üçün deyil, birlikdə olmaq istədiyiniz üçün birlikdə bir şey etmənin nə qədər böyük olduğunu xatırlayacaqsınız. Tərəzi bürcü. Xüsusilə günün ilk yarısında ünsiyyət tərzinizə diqqət yetirin. Bəzi tərəzilər düşündükləri hər şeyi deməyə meyilli olacaqlar və bu həmişə uyğun olmayacaq. İstər-istəməz yaxınlarınızdan birini incidə bilərsiniz. Bu baş verərsə, mümkün qədər tez barışıq üçün ilk addımı atmağa çalışın. Səhər ciddi işlər üçün çox uyğun deyil. Amma siz işləri qaydasına sala və lazımsız şeylərdən qurtula biləcəksiniz. Yeni bir şey öyrənmək üçün əlverişli zamandır. Əvvəllər çox əhəmiyyət vermədiyiniz bilik və bacarıqlarla əlavə pul qazanmağın yolunu tapacaqsınız. Axşam saatlarında evdə oturmamalısınız, sizi gözlənilməz görüşlər və xoş tanışlıqlar gözləyir. Kortəbii bir gəzinti, dostlarınıza sirli bir təbəssümlə danışdığınız çox lotereya görüşünə çevrilə bilər. Əgər gözlənilməz dəvətlə razılaşsanız, söhbətin ilk dəqiqələrindən sizi bağlayacaq bir insanla qarşılaşmaq şansınız böyükdür. Qəribə bir təsadüf üzə çıxanda və ya ümumi keçmiş ortaya çıxanda bunu bayağı təsadüf kimi qələmə verməyin. Kainat bəzən bizə maraqlı süjetlər atmağı xoşlayır. Görüş qeyri-ciddi görünsə belə, bu insanı daha yaxından tanımaq fürsətini qaçırmayın. Belə maqnit qarşılaşmaları hər gün baş vermir və şəxsi həyatınızın bütün mənzərəsini dəyişdirə biləcək bir şeyi qaçırmaq ayıbdır. Əqrəb bürcü. Dəqiqlik və pedantlıq sizin üstünlükləriniz olacaq. Çoxdandır başa düşmədiyiniz bir çox vacib məsələləri həll edə biləcəksiniz.
Bir çox əqrəblər çoxlu maraqlı ideyalar irəli sürəcək və onları tez bir zamanda həyata keçirə biləcəklər. Gələcəklə bağlı planlar qurmaq və onları etibarlı müttəfiqlərlə müzakirə etmək üçün əlverişli gündür. Sizə faydalı məsləhətlər verilə və ya vaxtında kömək təklif oluna bilər. Yığılmış bəzi ev işlərini görməli olacaqsınız, lakin bu çox yorucu olmayacaq. Siz nəinki lazım olan hər şeyi edə, həm də köhnə hobbiyə vaxt ayıra, dostlarla söhbət edə və yaxşı istirahət edə biləcəksiniz. Köhnə sevgi və ya ümumi hobbi sizinlə həmişə diqqət mərkəzində olan biri arasında körpü rolunu oynaya bilər. Eyni sadəcə tanışlıq birdən-birə yeni tərəfdən açılacaq və nə qədər vaxtdır aşkar olanı görmədiyinizə təəccüblənəcəksiniz. Ola bilsin ki, ətrafınızdan kimsə nəhayət sizə dost kimi deyil, potensial tərəfdaş kimi baxmağa qərar verəcək. Günün əsas qaydası hər şeyi məcbur etməmək və dərhal izahat tələb etməməkdir. Sadəcə aranızdakı istilik buludların arasından günəş kimi təbii şəkildə özünü göstərsin. Bəzən ən güclü münasibətlər dostluq təməlindən başlayır. Oxatan bürcü. Yeni başlanğıclar və cəsarətli planları həyata keçirmək üçün yaxşı gündür. Şərait tam istədiyiniz kimi inkişaf edəcək və ətrafınızdakılar bütün gözləntilərinizi qarşılayacaqlar. Yaşlı qohumlarla söhbət etmək üçün yaxşı vaxt, görüş sizə çoxlu xoş anlar bəxş edəcək. Etibar etdiyiniz insanların məsləhətlərinə qulaq asmaq zərər verməz. İnsanları özünə cəlb edə, yeni tanışlıqlar qazana və xoş təəssürat yarada biləcəksiniz. Bununla belə diqqətli olun ki, sevdiyiniz insanı qısqansın, çünki bunun bir səbəbi ola bilər. Biri sizinlə demək olar ki, maskalanmadan flört edəcək, bu ego üçün xoşdur, lakin şəxsi həyatınızda problemlər yarada bilər. Sevdiyiniz insanın belə şeylər üçün heyrətamiz bir radarı var və siz qüsursuz davransanız belə atmosferdə dəyişiklik hiss edəcək. Niyyətinizin məsumluğunu sonradan izah etməkdənsə, sizin üçün həqiqətən kimin vacib olduğunu başqalarına əvvəlcədən bildirmək daha yaxşıdır. Unutmayın, qısqanclığın qarşısını almaq, sındıra bilməyən bir şeyi düzəltməkdənsə, xoş söz və ya incə jestlə daha asandır. Diqqət yaltaqdır, amma evdə rahatlıq daha qiymətlidir. Oğlaq bürcü. Uzun müddətdir özünüzü yeni bir işdə sınamaq istəmisinizsə, düşüncədən hərəkətə keçməyin vaxtıdır. İlk cəhddə uğur qazanacaqsınız, əsasları asanlıqla başa düşəcək və nüansları tez qavrayacaqsınız. Bir çox oğlaq intuisiyasını artıracaq, bu da ciddi məsələlərin həllinə kömək edəcəkdir. Qarşınızda əlverişli perspektivlər açıla bilər və siz onları əldən verməyəcəksiniz. Təhsil almaq və ya imtahanlara hazırlaşmaq üçün yaxşı vaxtdır. Qazandığınız biliklər yaddaşınızda uzun müddət qalacaq. Günün ikinci yarısı dostlarla görüş üçün idealdır. Ümumi iş maraqlarınız varsa, xüsusilə yaxşıdır. O zaman nəinki yaxşı vaxt keçirəcəksiniz, həm də perspektivli fikir mübadiləsi aparacaqsınız. Yalnız iş məsələlərini müzakirə etməyə öyrəşdiyiniz insan gözlənilməz hərarət və şəxsi diqqət ilə sizi xoş təəccübləndirə bilər. Gələcək üçün planlar haqqında işgüzar söhbətlər nəzərə çarpacaq dərəcədə daha intim açıqlamalara çevriləcək və siz başa düşəcəksiniz ki, sətirlər arasında həmişə daha çox şey var idi. Bəlkə də təkcə əməkdaşlıq etmək deyil, həm də yaşamaq istədiyiniz insan uzun müddətdir sizinlədir. Rəsmiliyin yerini səmimiyyətə verdiyi anı qaçırmayın. Bəzən ən güclü ittifaqlar peşəkar hörmətlə başlayır və tədricən daha dərin və şəxsi bir şeyə çevrilir. Dolça bürcü. Sakitliyi saxlamaq çətin olacaq. Hər şeydən və hətta heç bir səbəb olmadan narahat olacaqsınız. Odur ki, günün ilk yarısında vacib məsələlərə, ciddi söhbətlərə başlamamalısınız. Rutin bir şey edin, bu sizi sakitləşdirməyə və əsəblərinizi qaydasına salmağa kömək edəcək. Bir çox dolçalar yaxınlarınızla mübahisə etməkdən çəkinəcək, lakin böyük münaqişələrə gəlməyəcək. Yeni başlanğıclar üçün çox yaxşı gün deyil. Tanış olmayan məsələləri başa düşmək çətin olacaq, yarı yolda imtina etmək istəyəcəksiniz. Çox yük götürməyin, ailənizdən və dostlarınızdan kömək istəməkdən çəkinməyin, axşam saatlarında yaxşı dincəlməyə çalışın. Yanınızda çətin anda çiyin-çiyinə verməyə hazır olan insan var, ancaq hər şeyin öhdəsindən tək başına gəlmək vərdişiniz bu dəstəyi qəbul etməyə mane olur. Sözlər və istəklərlə deyil, sadə bir baxış və ya təsadüfi bir toxunuşla etibar etməyə çalışın. Bəzən bədən dili mindən çox izahat deyir. Bu insanla yaxınlıqdan əldə etdiyiniz sülh və əmin-amanlıq hər hansı ehtiraslı impulslardan daha vacib ola bilər. Özünüzü həssas olmağa icazə verin, bu zəiflik deyil, cəsarətdir.
Axı ən güclü əlaqələr qarşılıqlı heyranlıq üzərində deyil, qarşılıqlı dəstək üzərində qurulur. Balıqlar bürcü. Dəstək və himayə ümidləriniz reallaşmayacaq. Öz güclü tərəflərinizə güvənin, o zaman məyusluqdan qaça biləcəksiniz. Günün ilk yarısı yeni bir şey öyrənmək üçün mükəmməldir. Bir çox balıqlar çox faydalı şeylər öyrənəcəklər və bu bilik yaxın gələcəkdə onların mühüm rəqabət üstünlüyünə çevriləcək. Yaxınlarınızla bağlı xoş xəbərlər gözləyə bilərsiniz. Həddindən artıq inadkar olmağa və hər mübahisədə qalib gəlməyə çalışmaq lazım deyil. Həmişə haqlı olmayacaqsınız, ona görə də xəyallarınızda israrlı olmayın. Yaxşı münasibətlər saxlamaq özünüzü təsdiqləməkdən daha vacib olacaq. Bu sadə qaydanı xatırlasanız, bir çox bəlalardan qaçacaqsınız. Haqlı olduğunuza 100% əmin olsanız belə düşünməyə dəyər. Həqiqətənmi bu qələbə sonradan aranızda qalacaq sükuta dəyərmi? Bugün mülayimlik və güzəştə getməyə hazır olmaq ən inandırıcı arqumentlərdən daha çox şey söyləyəcək. Səmimi məni bağışlar, hər ikinizin çoxdan çatışmadığı yaxınlaşmanın sehirli açarına çevrilə bilər. Unutmayın, sevgidə haqlı olan deyil, zamanla prinsiplər üzərində harmoniya seçməyi bilən qalib gəlir. Bəzən ən böyük hikmət sadəcə qucaqlaşıb susmaqdır.